Bakı ilk dəfə olaraq UFC üzrə mötəbər turnirə ev sahibliyi edəcək. Pul gətirən bir maşındır və ona görə maraqlı döyüşlər bunlar lazımdır. İgnasio Bahamondes Rafael Fiziyevin səviyyəsi deyil. Rafael Fiziyev çox gözəl bir mübarizə göstərəcək İgnasio Bahamondesa qarşı. Döyüş mənim fikrimcə nokautla bitəcək. Əzələ o qeyri-mümkündür. O ölümə bənzər bir şeydir. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli Baku TV izləyiciləri. Bu həftə paytaxtımızda əsl MMA bayramı yaşanacaq və iyunun 21-i Bakı ilk dəfə olaraq UFC üzrə mötəbər turnirə ev sahibliyi edəcək. UFC Fight Night yarışında Azərbaycan idmançıları da mübarizə aparacaq və təbii ki, gecənin əsas döyüşündə Amerikalı MMA ustaları Khalil Rountree və Jamal Hill qarşılaşacaqlar. Bugün biz bu mötəbər turnir haqqında fikir mübadiləsi aparacağıq. Odur ki, idmanda nə baş verir podkastının bugünkü qonağını sizlərə təqdim edirəm. Ölkəmizin məşhur MMA mütəxəssislərindən Şiraslan Kərimov bizimlədir. Şiraslan bəy, xoş gördük. Çox sağ olun, dəvətə görə hamı salamlayıram. İlk öncə həqiqətən qeyd eləmək istəyirəm ki, bu cür təşkilatı Bakıya gətirmək nəinki ancaq MMA həvəskarları üçün, ümumiyyətlə idman həvəskarları üçün böyük bir bayramdır. Çünki dünya məşhur media baxımından, marketinq baxımından bəlkə də döyüş idman növlərinə baxsaq, bir nömrədir UFC hal-hazırda. Ümumiyyətlə MMA təşkilatlar çoxdur dünyada. Bizdə top reytinq var. Döyüşləri biz seçəndə döyüşçülərlə ümumiyyətlə baxırıq reytinqlərə, hansı təşkilatda vuruşurlar, amma bütün döyüşçülərin arzusu, necə ki olimpiya idman növlərinin təmsilçilərin arzusu olimpiyada iştirak eləmək, bütün döyüşçülərin arzusu UFC-də iştirak eləməkdir. Və bu cür təşkilat Bakıda həqiqətən bəlkə 1-2 il bundan qabaq inanılmaz olardı. Və həqiqətən də çox sevindirici haldır. Şiraslan bəyin də qeyd etdiyi kimi ilk dəfə olaraq UFC təşkilatı Bakıda turnir keçirəcək. Bakı Kristal zalında iyunun 21-i təşkil olunacaq və ümid etmək istərdik ki, bu davamlı hal alacaq və qarşıdakı aylarda, illərdə biz UFC-nin daha çox yarışını görəcəyik. Məncə tamaşaçılarımıza da daha çox maraqlı olardı ki, əvvəlcə Azərbaycanlı MMA ustalarının döyüşlərindən danışaq. Rafael Fiziyevdən başlayaq. Rafael Fiziyevin son döyüşləri o qədər də yaxşı alınmadı. 3 ardıcıl məğlubiyyəti var və burada Bakıda Çili nümayəndəsi Ignacio Bahamondeslə üz-üzə gələcək. Əvvəlcə qısaca əvvəlki döyüşlərindən bir danışaq və daha sonra buradakı döyüşdə imkanlarını qiymətləndirin. Döyüşlər yaxşı keçiblər, əslində uğursuz oldu məğlubiyyət, amma kimə qarşı məğlubiyyət olub? 2 top reytinqdə döyüşçülərə qarşı. Biri olmuşdu Justin Gage, o birisi isə Mateusz Gamrot. Onların ikisi də top 10 reytinqində UFC-nin dünya reytinqindadırlar və onlara uduzmaq elə də ki, böyük bir problem deyil. Əksinə, axırıncı döyüşdə Rafael Fiziyev 5-6 gün short notice deyirlər ona ingilis dilində UFC-də çox tez bir zamanda döyüşə girdi. Çünki əvəz eləmişdi. Tam hazırlıq yox idi Rafael Fiziyevdə. Bəli, Justin Gage'ə qarşı. Amma doğrudan çox maraqlı döyüş keçirdi Rafael Fiziyev və məğlubiyyətə baxmayaraq hələ ki top reytinqdədir. O 3 dənə məğlubiyyət olsaydı məsəl üçün top 20-25 idmançılara qarşı UFC-dən çıxardardılar. Amma Tony Fergusona baxsaq 7 dəfə 8 dəfə dalbada uduzub, amma maraqlı döyüşlərlə vuruşub. Ona görə saxlayıblar onu. Eyni şey də Rafael Fiziyevləndir. Və Ignacio Bahamondesa qarşı döyüş Rafael Fiziyev üçün çox önəmlidir, çox yaxşıdır. Onun menecerləri çox düzgün istiqamət seçirlər və onun karyeranı davam etdirməyə görə çox düzgün rəqib seçirlər Azərbaycanda. Əlbəttə ki, Ignacio Bahamondes Rafael Fiziyevin səviyyəsi deyil. Rafael Fiziyev Justin Gage-la vuruşub, Mateusz Gamrotla vuruşub, indi isə Ignacio Bahamondesla vuruşub. Bir mənalı olaraq, üzr istəyirəm, Rafaeli favorit hesab edirsiniz. O sözsüz. Rafael Fiziyev favoritdir bu döyüşdə. Və mən inanıram ki, Rafael Fiziyev çox gözəl bir mübarizə göstərəcək Ignacio Bahamondesa qarşı və döyüş mənim fikrimcə nokautla bitəcək. Hətta. Bəli. Çünki Rafael Fiziyeva elə döyüşçü seçməlidirlər Azərbaycanda, öz vətənində vuruşur ki, şou, maraq olsun, maraq artsın. Ümumiyyətlə UFC, bütün bu MMA strukturası brenddir. Bəli. İdmanda da indi hər şey marketinqə bağlıdır. Və nə qədər ki döyüşlər maraqlı keçirlər, qarşıdurmalar qanlı olurlarsa, o qədər də UFC o pul gətirir. Ona görə Rafael Fiziyevin bir o qədər Dana White sevinir.
Əlbəttə ki. Denova hal-hazırda bilirsiniz də UFC Çinlərə məxsusdur. Alıblar bir neçə il bundan qabaq və bu maşındır, pul gətirən bir maşındır. Və ona görə maraqlı döyüşlər bunlar lazımdır. Hal-hazırda Rafael Fiziyev Azərbaycanı təmsil edir və Azərbaycanda vuruşur. Ona görə onun rəqibi onun üçün çox yaxşı olacaq və maraqlı qarşı durmalı olacaq bizdə. Ümid edək ki, Raslan bəy, sizin də dediyiniz kimi Rafael Fiziyev Bakıda keçiriləcək UFC Fight Night yarışında layiqli mübarizə aparacaq və qələbə qazanaraq həm bizləri, həm də təbii ki, dünyada azarkeşlərini sevindirəcək. Nazim Sadıxov barədə danışaq. Nazim Sadıxov yüngül çəkidə mübarizə aparır təbii ki və bu dəfə Bakıda Braziliyalı Nicolas Motta ilə üz-üzə gələcək. Son qarşılaşmalarında Nazim inamlı təsir bağışlayırdı və istərdim ki, bu döyüş haqqında da fikirlərinizi bölüşəsiniz. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bizim 3 dənə döyüşümüz var, hansı ki Azərbaycandan çıxacaqlar bu döyüşlərə. Hamısı da yüngül çəkidədir, 70 kilo çəki dərəcəsində vuruşacaqlar. Və Nazim Sadıxov doğrudan 6-cı dəfədir mənim fikrimcə vuruşacaq, ya da 5-ci dəfədir qəfəsdə. Onun çox maraqlı döyüş stili var və inanılmaz olar, amma 2 dənə döyüş texniki nokautla bitirib və rəqiblərin sümüklərini sındırıb. Onun ayaq zərbəsi o qədər güclüdür ki, axırıncı döyüşdə Bonfima qarşı vuruşub. Siz bilirsiniz, Bonfimi bəli, hamı tanıyırsınız. Bəli, təəssüf ki, Nəriman Abbasova qalib gələn Bonfim özünü itirib və döyüşə davam eləməyə imtina elədi. Çünki onun bu sümüyü sınıb zərbədən. Nazimin çox güclü zərbələri var. Onun rəqibi isə Motta. Demək olar ki, Nazimlə eyni səviyyədədirlər. Və mən ayaq üstə qarşı durmanı gözləyirəm bunlardan. Və inanıram ki, Nazim qalib gələcək. Amma asan döyüş olmayacaq. Yəni Rafael Fiziyev Bahamondes döyüşü ilə müqayisədə daha çətin döyüş olacaq. Bəli. Çünki Motta cavan oğlandır, perspektivli oğlandır. 27 yaşı var, mən səhv eləmirəmsə. O bura gəlir udmağa. O Nazim burada udmalıdır karyera üçün. Hətta sizin dediyiniz kimi karyerası üçün bir təkan ola bilər ki, deyək ki, Azərbaycanlı idmançıdır, məhz onun vətənində məğlub etdi. Amma biz təbii ki, Nazimin qələbəsinə ümid edirik və inşallah elə də olacaq. Nazim barədə əlavə fikriniz yoxdursa, yavaş-yavaş Tofiqə keçə bilərik. Bəli. Çox maraqlı indi məqama toxunmaq mən istəyirəm. Buyurun. Bu 3 idmançıların arasında yalnız Tofiq Musayev Azərbaycan MMA məktəbinin təmsilçisidir. Çünki Nazim Sadıxov Amerikada yaşayır, Rafael Fiziyev Taylandda yaşayır, Qırğızstanda olub bir neçə illər. Amma sırf Azərbaycan MMA məktəbini təmsil edən, yetirməsi bu Tofiq Musayevdir. Və mənim üçün ən maraqlı və ən önəmli qələbə Tofiqin qələbəsidir. Çünki Tofiq qələbə qazanarkən bütün Azərbaycanda olan cavan perspektiv MMA döyüşçülərin yolunu açacaq. Lokomotiv kimi. Bəli, mən sizinlə tamamilə razıyam. Ümumiyyətlə biz çoxdan istəyirdik ki, Tofiq Musayev UFC təşkilatında mübarizə aparsın və nəhayət 2025-ci ildə bu baş verdi. Ümid etmək istərdik ki, hələ biz Tofiq Musayevi UFC-də çox görəcəyik, amma konkret olaraq Bakıda keçiriləcək UFC Fight Night yarışında Tofiq Musayev Qırğızistan təmsilçisi ilə qarşılaşacaq, Mıktıbek Orolbayla və biz podkastdan əvvəl sizinlə bir qısa dialoq oldu aramızda. Siz dediniz ki, heç də asan döyüş olmayacaq. Bəli, təbii ki. Mıktıbek Orolbay hal-hazırda artıq 4-cü dəfədir ki, UFC-nin qəfəsinə girir. 4-cü dəfədir UFC-də vuruşacaq. Artıq təcrübə var. Siz fikir verməlisiniz ki, döyüşçü ancaq qəfəsin içində rəqibə qarşı vuruşmur. Təzyiq var, məsuliyyət var, psixoloji hazırlıq var. Ondan qabaq çəki olur, çəki salmaq olur. Bunlar hamısı üst-üstə düşən faktorlardır və onları da orada da qalib çıxmaq lazımdır. İndi Tofiqin üstündə böyük bir məsuliyyət var. Birinci dəfədir ki, UFC-yə gəlir. Özdə UFC Fight Night turniri bizdə keçirilir Baku Crystal Hall-da. Mənim fikrimcə hələ də UFC Fight Night event nömrəli eventləri demirəm də. UFC-də necə olur? Nömrəli turnirlər, hansılarda ki, ən böyük ulduzlar iştirak edirlər və olur ESPN eventlər, hansı ki, kanallarda göstərirlər, pulsuz, çünki UFC pay-per-view'dur. Sən pul ödəməlisən baxmaq üçün. Və sonra gedir Fight Night-lar. Fight Night-da elə bil ki, vuruşan, sonra çıxır yüksək nömrəli turnirlərinə. Amma bu günə qədər mənim fikrimcə
o boyda arenada Fight Night turniri olmayıb UFC-də. Və arena çox böyükdür. Nazim eşidəndə ki, 18 minə yaxın deyəsən adam var Crystal Hall-da yerləşir. O belə baxdı mənə, aeroportda qarşılamışam onu, deyir ki, doğrudan belə böyükdür. Deyirəm, hə, deyir, oy, heç mən vuruşmamışam belə arenada hələ ki. Böyük təzyiq var. Və Tofiq burada qələbə ilə çıxsa, ümumiyyətlə qəfəsin içində udmağa onun böyük şansları var. Maktibek isə axırıncı döyüşü uduzub. O da bura gəlir Tofiqi udmaq üçün. Çünki axırıncı Modda kimi. Bəli, Modda cavandır, perspektivlidir. Orolbey isə 2 dəfə artıq UFC-də göstərib özünü udub və 3-cü döyüşdə iradə göstərdi, güc göstərdi, amma uduzdu. Amma onun bu döyüşə baxsaq, görərsiniz ki, çox güclü, təmkinli və öz işini bilən idmançıdır. Tofiq də inşallah yaxşı hazırlaşıb, əlaqə saxlayıram ona hərdən bir və inanıram ki, Tofiq həqiqətən çox maraqlı mübarizə aparacaq və qəfəsdə bizim bayrağımızı biz görəcəyik inşallah. Və son döyüşlərində də deyəsən Tofiq Musayev qələbə qazanıb. Yəni hazırda formada da 2 dəfə bəli, dalbadal qələbə qazanıb. Ryzen turnirində səhv etmirəmsə. Bəli. Və ümid edirik ki, Bakıdakı turnirdə də Tofiq Musayev bu qələbə seriyasını davam etdirəcək. Həm də UFC-də yeni imkanlar açılacaq onun üçün. Bəlkə bu yarışda özünü çox yaxşı tərəfdən göstərsə, maraqlı döyüş sərgiləsə, UFC rəhbərləri ümid edək ki, Tofiqə yeni döyüşlərlə bağlı müqavilə təklif edəcəklər. Əgər təbii ki, həmin müqavilələr hələ ki imzalanmayıbsa. Bəli, burada təkcə müqavilə imzalamaqla deyil. Mən elə döyüşçüləri tanıyıram ki, hansı ki UFC-lə müqavilə imzalayıblar, amma ki 1, 8, 9 ay, 1 il döyüşü gözləyirlər. Əgər sən döyüş kimi maraq gətirirsənsə UFC-yə marketinq baxımından, pul baxımından, əlbəttə ki, Instagram, sosial şəbəkələri baxsaq və orada sən aktivlik göstərirsənsə, əlbəttə ki, bunlar səni yenidən çağıracaqlar vuruşmağa. Amma əgər sən maraqsızsan onlar üçün, bunlar səni saxlayacaqlar. İnanıram ki, Tofiq Musayev həqiqətən maraqlı döyüş göstərəcək, çünki onun stili belədir. Onun xarizması var. Xarizma, ayaq üstə vuruşur, mükəmməl ayaq üstə onun texnikası var, mükəmməl. Azərbaycanda bir neçə adam var belə bir texnika ilə, onlardan biri Mehman Məmmədovdur, bizim dostumuzdur, Tofiqin dostudur, bir komanda onlar məşq edirdilər. Bəli. Mehman Məmmədov həqiqətən ayaq üstü işi Azərbaycanda bəlkə də nömrə 1-dir. Onu hamı təsdiqləyə bilər. Və Tofiq Musayev həqiqətən çox maraqlı döyüş göstərir. Bunlara da nə lazımdır UFC-yə? Maraq. Bəli, əziz tamaşaçılar, Şiraslan bəyin də qeyd etdiyi kimi bu turnirdə UFC Fight Night-da ölkəmizi 3 idmançı təmsil edəcəklər. Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev. Hər üçü yüngül çəkidə yarışacaqlar və təbii ki, üçünə də qələbələr arzuluyuruq. Şiraslan bəy bütün idmançılarımızın rəqiblərini təhlil etdi və ayın 21-i keçiriləcək mötəbər turnirdə onlara yalnız qələbələr diləyirik. İstərdim ki, keçək gecənin əsas döyüşünə. Əsas döyüşdə verilişin əvvəlində də dediyim kimi Amerikalı idmançılar Xəlil Rountree və Jamal Hill qarşılaşacaqlar. Yarım ağır çəkidə gedəcək bu mübarizə. Bu döyüşlə bağlı gözləntiləriniz? Mən çox güman edirəm ki, Xəlil Rountree bu döyüşdə udacaq. Ümumiyyətlə mən bayaq qeyd eləmişəm ki, marketinq baxımı çox önəmlidir UFC üçün və Xəlil Rountree kimi döyüşçüləri bunlar çox bərk saxlayırlar və kömək edirlər irəliləyişlə. Xəlil Rountree axırıncı dəfə Pereira ilə vuruşub, Alex Pereira ilə gördük ki, çox maraqlı, çox güclü zərbələr biz görmüşük bu döyüş ərzində Pereira'ya qarşı. Pereira'nın zərbələri dözməyə də lazımdır. Biz gördük ki, Jamal Hill çox tez bir zamanda Pereira'dan nakauta düşdü. Amma Xəlil Rountree-nin sifətini görmüş yəqin ki də o döyüşü nə gün nə idi sifəti, nə qədər zərbə alıb o. Belə döyüşlər UFC üçün maraqlıdır. Və indi Jamal Hill keçmiş UFC-nin çempionu olmuşdu, yüngül ağır çəkidə. İndi isə contender və çempiona namizəd və keçmiş çempion vuruşacaqlar. Onlardan biri təzədən də bu kəmər uğrunda yoluna çıxacaqlar. İndi isə Ankalaev oradadır. Ankalaev də hal-hazırda kraldır. Mən inanıram ki, çox qalacaq o yerdə. Bəs konkret bu döyüşdə bir favorit var sizcə? Mənim üçün Xəlil Rountree-dir. Amma reytinqdə sanki Jamal Hill irəlidədir. Səhv etmirəmsə 4-cü pillədə qayalaşıb. Amma bununla belə yenə deyirsiniz ki, Xəlil Rountree favoritdir. Bəli, tamamilə düz deyirsiniz. Reytinqə görə Jamal Hill irəlidədir. Amma çempion olub.
bunu da qeyd etmək lazımdır. Çempionluq statusuna hörmətlə yanaşılır UFC-də və məsəl üçün götürək bir neçə gün bundan qabaq Merab Dvalishvili vuruşub Sean O'Malley ilə. Artıq ikinci dəfə də Sean O'Malley məğlub eləyib, amma Sean O'Malley yenə də birinci pillədə qalır. Yeri gəlmişkən biraz da o döyüş barədə danışsaz maraqlı olardı məncə Azərbaycanlı UFC sevərlərə. Maraqlı bir şey yox idi həqiqətən. Dvalishvili artır gündən-günə. Həqiqətən onun döyüşlərinə baxsaq, o 3 il, 2 il bundan qabaq həmin Dvalishvili deyil. Bu da görünür ki, inkişaf olunur. İdmançı üçün bir nömrə texnika, güc deyil. İdmançı bir nömrə mənim fikrimcə treneri məşqçini başa düşməkdir. Və Merab Dvalishvili məşqçi ondan istədiyini başa düşür. O həqiqətən çox vacib bir məqamdır döyüşdə. Görünür ki, Merab Dvalishvilinin əslində ancaq güləşi var. Amma bir neçə döyüşlərdə, axırıncı döyüşlərdə, belə ən maraqlı titul döyüşlərində heç çox güləşə üstünlük vermirdi. Çalışırdı ayaq üstə vuruşmağa, göstərdi ki, mən bunu da bacarıram. Və bilirsiniz, burada psixoloji faktor var. Sean O'Malley görəndə ki, onu belə deyək də, onun stihiyasında kimsə vuruşur, onun zərbələrdən dözür, əlbəttə ki, moral, psixoloji cəhətdən sönür. Və Dvalishvili yenə də bunu göstərir və O'Malley-ni bu dəfə ikinci raundda məğlub elədi. Bəli, həqiqətən də sizin də dediyiniz kimi belə görünür ki, Dvalishvili gündən-günə, hətta aydan-aya yəqin ki artırır və nəticə etibarilə biz onun getdikcə daha yaxşı çıxışını görürük. Biraz da UFC-nin lap belə maraqlı hissəsinə keçək. Mənim fikrimcə pound to pound məsələsi Makhachev orada bu dəqiqə birinci yerdədir. Bu statusu qoruyub saxlaya biləcəkmi sizcə? Mənim fikrimcə bəli. Çünki necə demişəm, döyüşü bilməlidir, başa düşməlidir, məşqçi ona nə istəyir və İslam Makhachev məşqçisi legenda, məşhur olan və nömrə 1 olan həqiqətən Habib Nurmagomedovdur. Habib Nurmagomedov bu döyüşün əfsanəsidir. Bu ümumiyyətlə idman növünün əfsanəsidir. Və Həbib, mən olmuşam onların yarışlarında, hətta onların komandaya qarşı da vuruşmuşam mən. Tahir Abdullayev vuruşmuşdu, UAE Warriors'da, Abu Dhabi'də 6-cı nömrə reytinqin yarışıdır, dünya reytinqində. Biz Alxasova qarşı vuruşurduq, bütün Həbibin komandası orada olmuşdu. Və biz eşidirdik, bunlar nə deyirlər, Alxasov çalışır onu eləməyə. Bizim bəxtimiz gətirdik, biz rus dilində başa düşürdük və artıq idmançı məşqçiyə qulaq asır. Qulaq asır. Orada belə qayda qanun var. Məşqçini qulaq asmalısan. Sən fikirləşməmisən ki, yox bu indi deyir, mən keçməliyəm site kontrola, yox mən də keçsəm, yox site kontrol eşidir, keçir. Nə var? Çünki məşqçi hər şeyi qıraqdan görür. Ətraflı görünür məşqçi üçün. Ona görə mən fikirləşirəm ki, İslam Makhachevi bu günləri udmaq qeyri-mümkündür. Həm ayaq üstə mükəmməl vuruşur. Dustin Poirier'ə qarşı axırıncı döyüşdə onu göstərdi. Dustin Poirier'in əslində 2-ci, 3-cü raundda uda bilərdi İslam Makhachev. Amma axıra qədər vuruşdular. Yadınızdadır, dirsəklə dəymişdi Dustin Poirier, belə buradan açıldı yara Makhachevda. Birinci dəfədir, bunda belə yara var. Çünki dedi ki, mən belə də bacarıram vuruşmağa. Mən təkcə parterdə işləmirəm. Və bu İslam Makhachev kimi döyüşçünü udmaq qeyri-mümkündür. Hal-hazırda mən də həm də deyim ki, İslam Makhachev Həbibdən də universal döyüşçüdür. Volkanovski biraz yaxın idi, biraz. Çünki Volkanovski də zəif idmançı deyil axı. Cəmaət biraz fikirləşmir ki, qəfəsə girən 2 dənə idmançı var. Onlar ikisi də məşq edirlər, ikisi də kemp keçirdirlər və orada hər məqama diqqətlə yanaşmaq lazımdır və hörmətlə. Çünki Volkanovski pound for pound nömrə 1 idi. Çempion idi. Əlbəttə ki, başqa top 10-dan hansı bir döyüşçü Makhachevlə belə vuruşa bilməzdi və Makhachevin o boyda tempo düzə bilməzdi. Amma Volkanovski ona görə nömrə 1 olub da. Nəticə uduzub. Uda bilmədi Makhachev. Fiziki göstəriciləri yaxşı idi, amma biraz məncə ustalıq sözünü dedi. Makhachev universal döyüşçüdür. O qorxmur nə parterdan, nə güləşdən, nə ayaq üstə zərbələrdən qorxmur bu insan. Onun yeganə məğlubiyyəti var, o da çoxdan indi tələsmişdi. Məşqçini qulaq asmayıb. Orada mən baxmışam videolarda. Orada oturmuş, baxırdı onu, Həbibin atası baxırdı videoya UFC Fight Pass-dan. Orada Javier Mendes, İslamın Həbibin məşqçisi, dedi ki, o hazırdır artıq vuruşmağa, ayaq üstü, vuruşsun. Atası da demişdi ki, yox, Abdulmanap hazır deyil, baxarsan uduzacaq, uduzdu. Həqiqətən belə də oldu. Abdulmanap genial bir məşqçi idi və bunu görürdü, hazır deyildi. İndi isə o hazırdır.
77-də vuruşacaq indi welterweight-də, yarım orta çəkidə və yarım orta çəkidə kral olacaq. İslam Maxaçev. Çəkini dəyişmə barədə danışdınız. Bəziləri deyir ki, Rafael Fiziyev də çəkisini dəyişsə yaxşı olar. Elə qayıdaq Azərbaycan MMA ustalarına. Bununla bağlı fikirləriniz necədir? Deyirlər ki, həmin çəkidə elə döyüşçülər var ki, bədən quruluşu baxımından Rafaeli üstələyirlər. Sizin fikriniz? Antropometrik cəhətdən, bəli, Rafael Fiziyev üçün bu çəki həqiqətən çətin bir çəkidir. Çünki onun rəqibləri hamısı hündür boy olurlar. Amma fiziki cəhətdən bədən quruluşundan o rahatdır bu çəkidə. Niyə dəyişməlidir onu? İnsanlar hansı ki bunu məsələ görürlər, inanıram 99% bu insanlardan heç vaxt çəki salmayıblar. Çəki salmaq çox çətin bir prosesdir. Və Rafael Fiziyevin bədən quruluşuna baxsaq, əzələdir. Onun belə deyim, yağ miqdarı bədəndə 9-10 arası faiz ola bilər. Nəyi salsın? 66. Əgər bu belə bədən quruluşu ilə 80 kiloya yaxındırsa, döyüş zamanı olmayanda da o necə salacaq bu çəkini 66-ya? Əzələyərək olur. Əzələ, o qeyri-mümkündür. O ölümə bənzər bir şeydir. Həbib nəyə görə çıxdı UFC-dən? Artıq vuruşmadı. Çünki çətin oldu ona çəki salmağa. Amma 77 üçün Həbib elə də böyük deyildi. Ona görə 70-də qaldı, nə qədər bacardı, ondan sonra çıxdı, getdi. Çünki Həbib neçə dəfə Tony Fergusonla vuruşmalı idi. 2 dəfə onlardan məhz çəki salmayıb Həbib, ona görə çıxdı döyüşdən. Çətin bir məsələdir. Və mən razı deyiləm ki, kimsə çəkini dəyişdirməlidir. Çünki hər kəs öz uyğun olan çəkidə vuruşur. Hə, görsə ki, doğrudan onda alınmır, amma alınmır kimə qarşı? Gaethje ilə Gamrotla qarşı? Yox. Onlar çempionluğa namizədlərdir, top 10-dadılar. Onlara qarşı uduzandan sonra nəsə bir plan qurmaq, çəkini dəyişdirmək lazım deyil. Demək, Rafael Fiziyevin çəkisi dəyişməlidir fikri ilə Şiraslan bəy razı deyil. Əslində mən də sizin fikrinizə qoşuluram. Çünki Gaethje'dir, Gamrot sizin də dediyiniz kimi bunlar artıq həmin çəkidə öz belə deyək, nüfuzunu göstərmiş idmançılardır və müəyyən dərəcədə bəli, bədən ölçüləri fərqli ola bilər, amma Rafael Fiziyev də əvvəlki döyüşlərində göstərib ki, bu yüngül çəkidə uğur qazana bilər, qələbələr qazana bilər. Top 8-ə düşdü. Bəli. Və ümid edirik ki, bu Bakıda keçiriləcək UFC turnirində də Rafael Bahamondesə qalib gələrək yenə də öz statusunu qaytaracaq və yeni qələbələr seriyasının bəlkə də təməlini qoymuş olacaq. Bakıda keçiriləcək UFC yarışında sizin diqqətinizi çəkən başqa hansı döyüş var? İstərdim ki, əgər hər hansı bir idmançı sizə maraqlıdırsa, o barədə öz fikrinizi bölüşəsiniz. Rizvan Kuniyev, Curtis Bleyson. Çox maraqlı döyüş. Təxmin eləmişdim. Bəli. Rizvan Kuniyev burada bizim yerli döyüşlərimizlə dostluq aparır. Hətta görmüşəm onu bir dəfə burada şəhərdə. Və Curtis Blades da ağır çəkidə çox maraqlı döyüşləri göstərmiş, nümayiş etdirmişdi. Və inanıram ki, Rizvan Kuniyev Curtis Blades'i utsa və top heç olmasa 10-luğa düşsə, orada həmin o çəkidə, ağır çəkidə, indi vəziyyət çox pisdir ağır çəkinin. Ağır çəkidə maraqlı bir rəqabət olacaq. Hal-hazırda isə ağır çəki çox zəifdir. 2011, 2010-cu illərdə, 2012-ci illərdə ən nüfuzlu, ən maraqlı çəki dərəcəsi ağır çəki olmuşdu. O vaxtı Brock Lesnar, Frank Mir, Shane Carwin, Overeem, Nogueira, Velasquez, Mirko Krokov, Fyodor götürək başqa promoşlar, hamısı ağır çəkilər idi. Hamı ağır çəkilərə baxırdı. Heç başqa çəkilərə baxan yox. İndi hamı çalışır yüngül çəkiyə. Bəli, indi ağır çəki bilsinə görə, çünki ağır çəkidə vuruşan insanlar hamısı böyükdülər. Əksəriyyəti Amerikanlıdılar. Onlar da MMA yox, gedirlər Amerikan futbola. Orada pul daha çoxdur və ağır çəkidə döyüşü tapmaq çox çətindir. Götürsək burada, məsəl üçün, post-sovet ölkələrdə ağır çəkidə olan insan, əgər görür ki, onda bacarır, idman bacarığı varsa, o gedəcək olimpiya idman növünə. Çünki orada rəqabət belə də böyük deyil. Sən böyüksən, güclüsən, gedib olimpiya mükafatını qazana bilərsən. Nəyə görə lazımdır MMA? MMA-də ümumiyyətlə karyeranı davam eləmək, karyeranı başlamaq çox çətindir. Bizdə ümumiyyətlə maddi cəhətdən
sponsorlar olmalıdır. O qədər döyüşçülər var, hansı ki, bəlkə də hərbidən güclü olublar. Amma hərbi bəxti gətirib, vaxt necə deyirlər, düzgün vaxtında, düzgün yerdə olub və onu Amerikaya göndəriblər. Ondan sonra da əlbəttə ki, yaxşı nəticə göstərib Həbib Nurmagomedov. Amma ki, ondan başqa da yaxşı idmançılar var. Dəstək də lazımdır. Dəstək lazımdır. Amma olimpik idman növlərində bizdə hökumətdən dəstək var. Təkcə bizdə deyil də, ümumiyyətlə bütün postsovet ölkələrdə əksəriyyətində dəstək var. Kömək edir və ağır çəkidə olan idmançı deyəcək ki, mən niyə getməliyəm ora? Mən gedim olimpik idman növünə və orada vuruşum. Amerikada da Amerika futboluna gedirlər. Ona görə indiki vəziyyətdə ağır çəki ümumiyyətlə UFC top 1-də dünyada. Ümumiyyətlə bütün promotionlarda çox pis vəziyyətdədir. Razıyam sizinlə və sadə bir deyək ki, UFC tamaşaçısı olaraq mən də əslində həqiqətən də çalışıram əsasən yüngül çəkidə gedən döyüşlərə baxım. Çünki Şiraslan bəyin də qeyd etdiyi kimi yüngül çəkidə gedən döyüşlər bu dəqiqə daha maraqlıdır. Səbəbi də odur ki, nisbətən güclü idmançılar artıq ağır çəkidə vuruşmurlar və digər idman növlərinə keçid edirlər. Main cardda UFC-də keçiriləcək, Bakıda keçiriləcək UFC turnirində main cardın daha bir döyüşü qaldı. İstərdim ki, elə o barədə də danışaq. Tacikistanlı Muhammed Naimovla Avstriyalı Bogdan Grad qarşılaşacaq. Elə bu döyüşlə bağlı da fikirlərinizi öyrənmək istərdim. Tacikistan təmsilçisi nəsə edə biləcəkmi? Tacikistan təmsilçisi ümumiyyətlə Tacikistan döyüşləri belə gözlərimizi yumduq, açdıq, o UFC-də başlayıblar vuruşmağa. Doğrudan həqiqətən belədir. Dəstək böyüdü bunlarda. Ümumiyyətlə insanlar dəstək, azarkeşlər dəstəkləyirlər. Nurullo Əliyev deyəsən Tacikistandandır. O vuruşanda axırıncı dəfə mən görmüşəm, hətta onu UFC-də göstəriblər. Bütün stadion Tacikistanda dolu idi. Stadion. Bizdə burada idmançı gəlir, qarşılayan yoxdur ya onu. Baxan azdır. Azarkeşlər azdır. Ona görə UFC-yə maraqlı oldu Tacikistan döyüşçülər və hal-hazırda bir neçə Tacikistan döyüşçü vuruşurlar. Naimov da onlardan biridir. Burada çox belə mən deyim 50-50-yə döyüşdü. Bunlar eyni səviyyədə döyüşlərdir. Məncə Bogdan Grad biraz təhlükəli ola bilər. Çünki Avropadan çıxan döyüşlər ən yaxşıları çıxırlar. Orada rəqabət çox azdır. Orada ümumiyyətlə MMA ilə məşğul olan idmançılar da çox azdır və əgər Avropadan hansı bir döyüş UFC-yə gəlib çıxıbsa, o deməkdir ki, fövqəladə bir bacarığa malikdir. Bəli, Conor kimi məsəl üçün İrlandiyadan o vaxtı çıxdı, Avropadan bütün dünyada məşğul olub. Alexander Gustafsson İsveçrədən deyəsən çıxmışdı o vaxtı. Çünki ən yaxşıları çıxırlar. Ona görə Bogdandan hər şey gözləmək olar, amma mən buradan əlbəttə ki, istərdim ki, bizim qonşularımızı təmsil edən döyüşçü uçsun, Naimov və inanıram onun qələbə qazanmaq üçün bütün şansları var. Təşəkkür edirəm Şiraslan bəy. Bəli, əziz tamaşaçılar, qonağımız Şiraslan bəy Bakıda keçiriləcək UFC Fight Night yarışı barədə öz təxminlərini səsləndirdi. Onun fikrincə Rafael Fiziev Bahamondeslə qarşılaşmada bir mənalı olaraq favoritdir. Digər döyüşçülərimizə gəldikdə Tofiq Musayev və Nazim Sadıxovun görüşlərində şanslar bərabərdir. Yəni təbii ki, biz öz idmançılarımızın qalibiyyətini arzulayırıq, amma qonağımızın da qeyd etdiyi kimi çətin döyüş olacaq. Yenə də ümid edirik ki, həm Tofiq, həm də Nazim qalib gələcəklər. Və gecənin əsas döyüşündə Jamal Hill və Khalil Rountree arasında mübarizədə də siz Khalil Rountree-ni daha yaxın hesab etdiniz qələbəyə. Bəli, əziz tamaşaçılar, İdmanda Nə Baş Verir podkastının daha bir buraxılışı sona gəldi. Bugün biz bu həftə, iyunun 21-i Bakıda keçiriləcək UFC-nin ilk yarışı barədə danışdıq və ümid edirik ki, qarşıdakı illərdə biz UFC turnirlərini paytaxtımızda daha çox görəcəyik. UFC Fight Night yarışında mübarizə aparacaq Azərbaycanlı idmançılara qələbələr arzulayırıq. Şiraslan bəy, sizə isə dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Hörmətli tamaşaçılar, sizinlə bugünlük sağollaşıram. Sağ olun, salamat qalın.